Salam müəllimlər. 2024-cü ildə müəllimlərin işə qəbul imtahanına düşmüş həndbol idman oyununa aid olan sualın izahını verəcəm. Sualımıza baxaq. Həndbolda qapçı üçün verilənlərdən hansı doğru deyil? A variantına baxaq. Öz qapçı meydançası çərçivəsində əlində topla sahə oyunçuları üçün məhdudiyyətləri nəzərə almadan məhdudiyyətsiz yerdəyişmə edə bilər. Qapçı öz qapçı meydançası çərçivəsində hərəkəti sərbəstdir. Və sahə oyunçularından fərqli olaraq bədəninin istənilən üzvü ilə topa toxuna bilər. A variantı doğru variantdır. B variantına baxaq. Qapçı meydançasını topsuz tərk etmək və oyun zamanı istənilən nöqtəsində oyunda iştirak edə bilər. Göründüyü kimi burada topsuz tərk etmək deyir. Əgər qapçı əlində topu tutub desəydi, bu yanlış olardı. Topsuz deyirsə bu doğru variantdır və meydançanın istənilən yerində müdafiədə, hücumda iştirak edə bilər. B variantı doğru variantdır. C variantına baxaq. Qapını müdafiə edərək nəzarətdən çıxan topun ardınca qapçı meydançasını tərk etmək və onunla oyun zonasında oynamağa davam edə bilər. Burada artıq top qapçının nəzarətindən çıxıbdır və qapçı öz qapçı meydançasından topsuz çıxır yenə. Topsuz çıxırsa bu düzgün variantdır və öz nəzarətindən çıxan topun ardınca gedə bilər və meydançanın istənilən bölgəsində müdafiə, hücum oynaya bilər. Həndbolda qapçı bir halda topu əlində çıxa bilər. O da ki, topu çiləyərək. Yəni, qapçı topu tutubsa, qapçı meydançasından çıxırsa, bu yanlışdır. Bu olmaz. Qayda pozuntusudur. Əgər qapçı topu əlində tutub, topu çiləyərək öz qapçı meydançasından çıxa bilər. Bu doğrudur. Və yaxud da topsuz çıxmalıdır. C variantı da doğru variantdır. D variantına baxaq. Qapçı meydançasında yerləşərək yerdəki və oyun zonasında deyilənən topa toxuna bilər. Bu yanlış variantdır. Qapçı meydançasında yerləşib və göründüyü kimi oyun zonası deyir. Yəni qapçı öz qapçı meydançası daxilindədir və oyun zonası, yəni əyilərək və yaxud da əlini uzadaraq topa toxunur. Yəni oyun zonasına keçid edir. Orada deyilənən topa toxunur. Bu yanlış variantdır. Oradakı topa toxuna bilməz. Y variantına baxaq. Qapçı meydançasında yerləşərək və qapını müdafiə edərək bədənin hər hansı bir hissəsi ilə topa toxuna bilər. D variantından biraz oxşarlıq var, amma bir məqamda fərqlənir ki, burada Y variantına deyilir ki, qapçı meydançasında yerləşərək. Yəni qapçı öz qapçı meydançasında yerləşir və qapısını müdafiə edir və bədənin hər hansı bir hissəsi ilə topa toxuna bilər. Yəni burada qapçı oyun zonasında olan topa toxunmur. Öz qapçı meydançası çərçivəsində o. Yəni qapısını müdafiə edir və bədənin hər hansı bir hissəsi ilə topa toxunur. Bu düzgün variantdır. Amma bizdə D variantına deyilir ki, oyun zonasında olan, yəni qapçı öz qapçı meydançası çərçivəsində dayanıbdır və oyun zonasında olan topa əlini uzadır. Yəni ona toxunmaq istəyir. Bu yanlışdır. Amma öz qapçı meydançası çərçivəsində qapısını müdafiə edir və bədəninin istənilən üzvü ilə topa toxuna bilər.